Azərbaycana hal-hazırda Koreyadan çoxlu Santa Fe'lər, Sorrento'lar gəlir. Amerikadan Chevrolet'lər, Ford'lar gəlir. Avropadan BMW'lər, Mercedes'lər gəlir. Və bir də təzə Çin maşını var. Bugünkü günü 100 mindən yuxarı Çin maşınlarından danışırıqsa, Qiyməti 100 mindən yuxarı. Mənim üçün bunlar indiki dövrdə çoxdur. Mən onu almaram 100 mindən yuxarı. 100 mindən yuxarı çünki seçim çoxdur. Orada Avropada var, Yaponda var, Amerikada və s. Amma 100 mindən yuxarı Çin maşınının verdiyini başqa markalar indi ona 200 minə verir. O heç ona gələcəm də. 100 mindən aşağı amma burada artıq bir neçə segmentdə, indi segmentlərə keçirik biz. Bir neçə segmentdə mən Çin maşınından üstünlük verirəm. Bizə əgər drive lazımdırsa, biz maşından sürətli sürürük, yaxud da ki, dinamik sürürsən daim, bu halda ancaq Alman maşınları işləmişindən gedir söhbət, gərək alasan. Çünki onu sənə nə Çin maşını verəcək, nə Yapon verəcək, nə də vermir ki? Vermir. Yapon da verir, Çin də verir, hibridləri. Elektrik mühərriki, yəni hibrid 2.5 motor və plus elektrik mühərriki. Heç 2.5 yox, 1.5 mühərrik daxili yama və 2 dənə də elektrik mühərriki. İstənilən o köhnə BMW-ni, Mercedes'i yerindən sürətlənmədə geridə qoyacaq. Mənim dediyim yerindən sürətlənmə deyir axı. Bu təkcə hələ yerindən sürətlənmə ilə iş bitmir axı. Yəni bu mən idarə olunma həzzi deyirəm. Burada yerindən sürətlənmə var. Burada avtomobilin ən vacib olan döngələrdə özünü aparması, anidən dayanması, anidən sürətlənməsi. Yəni bu ümumi gedir də söhbət. Sükanın informativ olması, maşının içərisinin o sürətli ergonomik olması, bunlar hamısından danışıram. Yəni nə Yapon maşını, nə Çin maşını bunu verməyəcək. Məsələn, Yapon maşını hər hansısa bir hibridi, 2.5 hibridi, deyək ki, sürətlənməsi yaxşı ola bilər. Ona 3 dəfə dinamik tormoz ver, 3 dəfə. Dördüncüdə başlayacaq onun dayaq diski vurmağa. Yapon maşını. Yapon maşını. Şəxsən özüm şahidi olmuşam. Yəni qət təzə dayaq diski qoyulub maşına. Yəni 3 dəfə bərk tormoz verməkdən sonra mən bərk tormoz deyirəm də, yəni maşın 120-dən reski tormoz verirsən aşağı, bir 3 dəfə, 4 dəfə belə. Dördüncüdə başlayır, hiss edirsən ki, ayağında pedal vurur. Yəni çünki o maşınlar onun üçün deyil. O maşının sürətlənməsi olar. Sadəcə o sənə müəyyən yerindən götürəndə hər hansısa bir ötmə əməliyyatı zamanı əlavə torq verir. Amma o demək deyil ki, o maşının idman üslubunda idarə oluna bilər. Xeyr, Çin maşınına da aiddir bu həmçinin. Ona görə deyirəm, əgər dinamik idarə olunma seçiriksə, burada hər halda Azərbaycan orta statistik Azərbaycan sürücüsü də yarış trekinə çıxmaq üçün seçim eləmir. Yarış trekinə çıxmaq üçün dağıtmaq üçün seçim eləmir. Ona görə də Çin maşınları populyardır da. Bizdə əsas nə idi? Cəmaatın istədiyi bu svetofordan o svetofora ki, maşının burnu qalxsın yuxarı. Onu da indi həmən Çin maşınları verir. Buna görə də bugünkü gün bazarda Çin maşınları müəyyən yer tutur.